Salam, hər vaxtınız xeyir. Bu videoda biz 3-cü ixtisas qrupu üzrə Azərbaycan dili fənnindən hazırlaşan şagirdlər üçün nəzərdə tutulmuş Dimin 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 12-yə nəzər yetirəsik. Sınaq imtahanının sualları ümumi mövzulardan təşkil olunmuşdur və qeyd edim ki, bundan öncəki sınaqlar kanala yerləşdirilib. Çox qısa zamanda bundan sonra yerdə qalan sınaqlar da kanala yerləşdirilmiş olacaq. Siz də videoları bəyənib kanala abunə olmaqla öz dəstəyinizi bildirmiş olarsınız. İndi isə keçək sınaq imtahanının suallarına. Birinci sual. Həm kökü, həm də şəkilçisi ahəng qanuna tabe olan sözlərdir. Biz variantlara baxaq. Birinci kök və şəkilçisi olan sözlərə seçməyə çalışaq. Məsələn, oyaq sözü sadəcə kökdən ibarətdir. Ona görə bu variantı çıxdıq. Daha sonra qayçı sözü sadəcə kökdən ibarətdir. Çıxdıq. Gülək, gülməkdən gülək bu düzəltmədir, amma üzr istəyirəm, düzəltmə yox, sadədir. Dirsək sözü isə sadə sözdür, sadəcə kökdən ibarətdir. Ona görə bunu da çıxırıq. Burada bizə demir düzəltmə sözü olsun. Burada şərt odur ki, kök və şəkilçi. Leksik də ola bilər, qrammatik də ola bilər. Dağıntı sözdür, sarsıntı sözdür. Bilir ki, bunlar da sadəcə kökdən ibarət olan sadə sözlərdir. Otlaq sözündə ot sözün köküdür, laq leksik şəkilçidir. İllər sözündə il sözün köküdür, lər isə qrammatik şəkilçidir. Və hər ikisi də ahəng qanuna tabe olduğu üçün cavab olur C bəndi. 2. Klass dili tamamlaya bilən ifadələri müəyyən edin. Yazılışı və tələffüzü yalnız saitə görə fərqlənən sözlər. Baxaq. Bəstələyən. Burada s-tını gördüksə bilirik ki, 2 kar samit yanaşı gəlirsə, ikincisi cingitli samit kimi tələffüz olunur. Bizə də saitə görə dediyi üçün, burada dəyişiklik samitə görə olduğu üçün biz bunu çıxdıq. Daha sonra döngəyə. Bilirik ki, sözün sonu A-ə ilə bitibsə və ona yönlü H şəkilsi artırılırsa, kökdəki sait, açıq sait, kesir qapalı saitdir. Ona görə burada döngəyə olur. Bunu götürürük. Meydançaya eyni həmin qaydanı burada tətbiq edirik, olur meydançıya. Ona görə üçü də götürürük. Dolayı burada yoxdur. Qapaq sözündə qapaq olur. Bu da samitə görə fərqləndiyi üçün 5-i götürmür. Cavab olur 2, 3, C bəndi. 3. Uyğunluğu müəyyən edin. Yerinə görə sinonimi, antonimi ola bilən və termin kimi işlənə bilən sözdür. Yerinə görə həm leksik, həm də yalnız qrammatik mənası olan sözdür. Yerinə görə sinonimi, antonimi ola bilən və termin işlənə bilən söz kök sözüdür burada. Kök, dolu, kök, arıq və kök və şəkilsə bu termin kimi də işlənir. Ona görə 1-ə B-ni götürürük. Daha sonra yerinə görə həm leksik, həm də yalnız qrammatik mənası olan sözdür. Doğru. Doğru qoşma kimi də işlənir. Sifət və zərf kimi də işlənir. Ona görə A-nı da 2-yə götürürük. Bir də D-ni götürürük. Həm qoşma kimi, həm də əsas nitq səsi kimi də götürürük. 1B, 2A və D cavab olur E bəndi. Tək dayanmışdı. Zərf kimi də götürə bilirik. Yəni, başqa nitq səsləri kimi götürə bilirik. Həm əsas, həm köməsi nitq səsi kimi götürə bilirik. 4. Hansı sözün başlanğıc forması leksik şəkilçi, kök və qrammatik şəkilçi. Bizə belə bir şərt deyən kimi bizim həmin dəqiqə gözümüzün qabağına bu gəlməlidir. Bu. Ön şəkilçili söz olmalıdır. Ön şəkilçili söz deyirsə biz bunu götürürük, çıxırıq. Naqis sözündə çıxırıq, çünki sadəcə kökdən ibarətdir. Bilik sözündə çıxdıq. Bunlardan ikisindən biri olur, amma bizə nə deyir? Qrammatik şəkilçili. Qrammatik şəkilçili deyirsə, luq şəkilçisi, üzr istəyirəm, luq şəkilçisi bir leksikdir. Ona görə bunu da çıxdıq. Cavab oldu C bəndi. 5. Hansı cümlədə isim və sifət eyni suala cavab verir? Hamı bacarıqlı mütəxəssis axtarır. Bacarıqlı necə? Bacarıqlı mütəxəssis axtarır. Nəyi axtarır? Mütəxəssis axtarır. Sifət və isim hərəsi ayrı-ayrı suala cavab verir. Ona görə götürmürük. Biz orada bir uşaq və bir qoca gördük.
Uşağı gördük, qocanı gördük. Burada isə hər ikisi nəyi sualına cavab verdiyi üçün eyni suala cavab vermiş oldu. Uşaq sözü isimdir, qoca sözü isə sifətdir. Amma yerinə görə burada hər ikisi nəyi sualına cavab verdiyi üçün cavabımız elə B bəndidir. Niyə nəyi sualı dedim? Çünki qeyri-müəyyən təsirli halın bildiyimiz kimi kimi sualı yoxdur. Nəyi sualı var. Ona görə də cavabımız olur B bəndi. 6. Hansı cümlənin tərkibində say öz sualına cavab vermir? Çoxumuz hələ də Şuşaya getməmişik. Getməmişik kim? Çoxumuz. Burada çox say olduğu halda, burada artıq o ismin sualına cavab verdiyi üçün cavabımız elə olur A bəndi. Digərlərə baxaq, imkansız ailələr də çox sevindirdilər. Burada ümumiyyətlə say yoxdur. Birinciliyi yenə əldən vermədilər. Bu isimdir. Kökü saydır. Biri gülümsəyərək, biri əvəzlikdir. Sonuncu kitab hansı kitab? Bu isə sifətdir. Buna görə cavabımız olur A bəndi. 7. Hansı cümlədə əvəzliyin qurulusu hər üç növünə aid nümunə işlənmişdir? Baxaq. Kimin ürəyi, kimin sadədir. Arzu və istəklə doldursa, o artıq gələcəkdə yaşayır. O da sadə olduğu üçün bunu götürmürük. Kimliyindən asılı olmayaraq bu isimdir. Hamı, neçənci, amma burada yoxdur nə? Mürəkkəb. Biri sadə, heç kimi mürəkkəb. Daha doğrusu üzrə biri düzəltmə. Heç kimi mürəkkəb. Hamiyə isə sadə. Biri düzəltmə. Heç kim mürəkkəb. Hamiyə isə olur sadə. Buna görə cavabımız olur C bəndi. 8. Nöqtəyə yenə hansı söz əlavə olunsa, altından xətt çəkilmiş söz hərəkətinin subyekti kimi də düşünülə bilər. Şagirdə, burada cavab olur oxudum. Necə götürürük bunu? Bir deyirik, şagirdə oxudum, mən. Məsələn, mətni şagirdə oxudum, mən icra etdim. Burada şagird oldu obyekt. Bir də şagirdə oxudum. Məsələn, bu mətni verim şagird oxusun mənasında. Şagirdə oxudum. Burada isə artıq olur o subyekt. Ona görə cavabımız olur A bəndi. Biri var oxumaq, oxutmaq, oxudum. Bir də var ki, sözün kökü oxu olur, oxudu, oxudum. İki şəkildə tərkibə görə təhlil olunur. Cavab olur A bəndi. 9. Uyğunluğu müəyyən edin. Zərf hərəkəti izah edir, zərf hərəkəti izah etmir. Baxaq. Pis adam başqalarından da həmişə pislik axtarır. Həmişə axtarır. Burada hərəkətə aiddir. Ona görə 1-ə A-nı götürürük. 1-ə A olan variantları saxlayırıq. Digərlərini çıxırıq. Daha sonra. Başqalarından əvvəl özümüzü tanımağa çalışmalıyıq. Başqalarından əvvəl özümüzü tanımağa... Burada ümumiyyətlə zərf yoxdur. Cəmiyyətin gələcəyi həmişə anaların əlindədir. Həmişə anaların əlindədir. Burada həmişə var, anaların əlindədir. İsmi xəbər olduğu üçün artıq hərəkəti izah etmədi. Ona görə 2-yə C-ni götürürük. Sevgi və şəfqət indi insanlığa məhək daşıdır. İndi. Burada da hərəkəti indi var. İsmi xəbər olduğu üçün burada hərəkəti izah etmir. Ona görə burada gedir 2-yə. Xəstəliklərin çoxu qarınqulluqdan irəli gəlir. Burada isə yoxdur. Çünki irəli gəlmək birlikdə götürülür, frazeoloji birləşmək kimi. Ona görə cavab olur 1A, 2 və C-dir. Cavab olur D bəndi. 10. Bağlayıcı hansı nümunədə cümlələri bir-birinə bağlayır? Xəstələr həyat üçün var olduqca ümid də var. Xəstələr üçün həyat var olduqca ümid də var. Burada yoxdur. Cümlələr bir-birinə bağlamıyor. Söhbət mürəkkəb cümlədən gedir də. Bu sadə cümlədə və burada heç bir bağlayıcı vasitə yoxdur. Buna görə bir olanları çıxırıq. İki. Nə qədər ki canın ağrıya dözür, dərmansız keçin. Burada bağlayıcı vasitə var. Nə qədər? Amma bağlayıcı yoxdur. Bizdən bağlayıcı soruşur. Bağlayıcı vasitə soruşmur.
Ona görə 2-ni də çıxırıq. 2-ni çıxandan sonra yerdə bir variant qalır. Baxaq. Həm xəyal qura bilərsiniz, həm də bu xəyalı həyata keçirə bilərsiniz. Kim? Siz. Sadə cümlədir. Yalnız həqiqət gözəldir və yalnız o sevilməyə layiqdir. Gözəldir, həqiqət, sevilməyə layiqdir o. Və bağlayıcısı var. Burada cümlələri bir-birinə bağlayın. Həqiqət elə nadir keyfiyyətdir ki, onu heç kim heç bir pulla almaq olmaz. 2. Ona görə cavabımız olur C bəndi. 11. Hansı cümlədə nitq hissələrinin sayı digərlərindən çoxdur? Nitq hissələri deyirsə, əsas köməkçi fərqi yoxdur. Gəlsənə gedək. Burada 2-dir. Ədat, bir də feil. Üzr istəyirəm, xəbər. Üzr istəyirəm. Ədat, feil. Xankəndəyik. Burada bir nitq hissəsi var. Aycan, gedirik. Nida var, feil var. Bunlar çıxdıq deyəndə, yəni 2 dənədir hərəsində. Burada 1 dənədir. Evə gəlsənə, kaşki oxuyaq. Kaşki ədat, oxuyaq, feil. 2 burada var. Bura baxaq. Evə gəlsənə, evə isim, gəl, feil, sənə ədat. Cavab olur B bəndi. Ümumiyyətlə, belə bir şey var. Bu gəlsənə sözü cümlədə əvvəldə işlənirsə, bu böyük ehtimallı ədatdır. Çünki Azərbaycan dilində feilin yeri normalda sondadır. Bu əvvəldə gəlibsə, bütövlükdə ədat götürürsünüz. Cümlənin sonunda gəlirsə isə, feil üstəgəl sana, sənə ədatı kimi nəzərdə tutulur. Yəni, bunu tətbiq etmək olur. 12. Nümunələrdəki söz birləşmələri əsasında Eyler-Venn diaqramdakı yanlış fikirləri müəyyən edin. Yanlış fikirlər. Azad insan qorxu və kədərdən uzaqdır. Bir söz birləşməsi budur. Qərar verirkən tərəfkeşlik etməyin bir də budur. Baxaq. Aslı tərəfi sifətdir. Bizdən nəyə soruşur? Yanlışları soruşur. Aslı tərəfi sifətdir. Azad sözü sifətdir, düzdür. Birləri çıxırıq. Daha sonra, 2-ci dərəcəli üzv yerindədir. Səhvdir. Azad insan qorxu və kədərdən uzaqdır. Kim? Azad insan. 2-ci dərəcəli üzv deyil. Ona görə 2-ni götürürük. Qorxu və kədərdən uzaqdır kim? İnsan, hansı insan? Azad insan. Qərar verkən tərəfkeşlik etməyin nə vaxt, nə zaman? Bu ortaya yazılsaydı daha düzgün olardı. Ona görə 2 səhvdir. Tərəflərindən biri isimdir. İkisini ortaq kimi götürürlər. Bu da səhvdir. Bu biri aiddir. 2, 3. Baş üzvlərin birini izah edir. Hər ikisinə aiddir. Bir cümlə üzvü yerindədir. Bu bura aiddir. Nə vaxt, nə zaman qərar verəcək. Cavab 2, 3 deyib. 13-cü suala baxaq. Əmr cümləsi olan hansı nümunədə sintaktik əlaqədən istifadə edilməyib? Əlbəttə, qoy getsinlər. Bu əmr şəklində olsa da sonunda nida işarəsini görsə, artıq bu nida cümləsidir. Kaş ki gedək. Bu nəqli cümlədir. Həqiqətən də daha gedin. Cavabımız elə budur. Açıqlamanı da verək. Həqiqətən burada modal sözdür. Daha ədatdır, gedin isə feildir. Burada bilir ki, köməsinin hissələri əlaqəyə girmədiyi üçün cavabımız elə olur C bəndi. Bəlkə oxusun və yazsın. Sonda sual işarəsi var deyə sual cümləsidir. Məgər getməlidirlər, o da sual cümləsidir. Ona görə cavabımız olur C bəndi. 14. Hansı nümunələrdə həm ismi xəbər, həm də feili xəbər eyni nitq hissəsilə ifadə olunub? Həm ismi xəbər olsun cümlədə, həm feili xəbər olsun və onlar eyni nitq hissəsilə ifadə olunsun. Baxaq. Məqsədi müəllim olmaqdır. Ona görə də ciddi çalışır. Burada ismi xəbər də var, feili xəbər də var. Və hər ikisi də feillə ifadə olunub. Ona görə cavabı biri götürürük. Məsdər varsa, məsdər mütləq ismi xəbər olur. Məsdər feili xəbər olunur. 2. Çalışır ki, bacarıqlı mühəndis olsun. Hər ikisi feili xəbər olduğu üçün götürmürük. Çünki ismi xəbər olmalıdır, biri digər feili xəbər olmalıdır. Adam var, zəhmətkeşdir, adam var, tənbəldir. Zəhmətkeşdir, tənbəldir. Hər ikisi ismi xəbərdir. İstəyirsiniz oxuyun, istəyirsiniz yazın. Hamısı feili xəbərdir. Yaşamaq, yanmaqdır. İsmi xəbər, məsdərdir. Yanasan, feili xəbər. Cavab olur 1 və 5, B bəndi. 15. Hansı cümlənin tərkibində həmciz üzv işlənməyib? Qədim və müasir dövrün ən yaxşı kitabları göz yaşları ilə yazılıb. Qədim və müasir dövrün.
Burada sadalama intonasiyası var və həmcinslik var deyə biri çıxırıq. Pul xəstələri doydurmur, qıcıqlandırır. Pul doydurmur, pul qıcıqlandırır. Həmcinsliyi var. Kitab həyatın, təcrübələrim isə müəllimimdir. Kitab həyatımdır, təcrübələrim müəllimimdir. Burada həmcinsliyi yoxdur. İgid özü üçün doğular, başqaları üçün ölər. Hər ikisinin igid icra etdiyi üçün burada həmcinsliyi var. Dil ideyanın, hissin, təfəkkürün canıdır. Burada isə həmcinsliyi yoxdur. Yalnızca saxlayaq, söz birləşmələrində həmcinsliyin olub-olmamağını əsas tərəf təyin edir, aslı tərəf təyin eləmir. Məsələn, mənim dəftərim, qələmim, mənim dəftərim, mənim qələmim. Əsas tərəf hər ikisi mənə aid olduğu üçün bu oldu həmcinslik. Amma desəm ki, mənim və qardaşımın kitabı, mənim kitabım, qardaşımın kitabı. Hər ikisinin kitabı olduğu üçün, hərəsinin ayrı-ayrı olduğu üçün artıq bu həmcinslik deyil. Həmcinsliyi söz birləşməni təyin edən əsas tərəfdir. Burada isə baxırıq ki, dil ideyanın, dil hissin, dil təfəkkürün olduğu üçün artıq burada həmcinslik yoxdur. Ona görə cavab olur 3-5 B bəndi. 16. Cümlələrin hər ikisi üçün ortaq olmayan fikri müəyyən edin. Heykəli görkəmi, insanı isə əməlləri gözəlləşdirir. Gözəllik qüvvətdir. Təbəssüm də onun qılıncı. Tərkibində sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Baxın, bir cümlə varsa orada tabilik əlaqəsi mütləq var. Orada axtarın tabisizliyi. Baxın, hər ikisində tabisizlik var, çünki sadalama var. Ona görə də bu düzdür. Hər iki baş üzvü iştirak edir. Düzdür. Hər iki baş üzvü. Yəni, mübtəda da var, xəbər də var. Hər iki cümlədə gördüyümüz kimi. Gözəlləşdirir, əməlləri, qüvvətdir, gözəllik. Bağlayıcıdan istifadə olunub isə də. Xəbəri və xəbərlik şəkilsi ixtisar olunub. Burada baxaq ki, o, bura aiddir, ikiyə aiddir. Gözəllik qüvvətdir, təbəssüm də onun qılıncıdır. Ona görə də bu, heç birdə isə bu fikir yoxdur. Mübtədalar isimlə ifadə olunub, bəli, əməlləri isimdir, gözəllik isimdir. Ona görə cavabımız olur D bəndi. 17. Altından xətt çəkilmiş ifadələrlə bağlı doğru fikirdir. Sədi Şirazi, qızılın nə olduğunu məhəq daşı, xəssizin nə olduğunu isə dilənçi bilir, demişdir. Bizdən bu ifadəni soruşmur. Altından xətt çəkilmişləri soruşur. Bunlarsa biz bilir ki, müəllifin nitqidir. Vasitəsiz nitq fikri doğrudur. Amma bizə burada bu nitqdən söhbət getmir. Altından xətt çəkilmiş sözlərdən söhbət getdiyi üçün beyni götürür. 18. Hansı fikir cümlədəki sözlərin heç birilə bağlı deyil? Keçmişə daş atanın gələcəyinə güllə atarlar. Adlıq haldadır. Burada adlıq hallı söz yoxdur. Baxın, keçmişinə yönlü haldır. Daşı atanın gələcəyinə yönlük, yiyəlik, yönlük, gülləni təsirli haldadır. Ona görə də burada adlı halda olan söz yoxdur. Cavab olur A bəndi. 19. Altından xətt çəkilmiş söz cümlənin tərkibindən çıxardıqdan sonra onun sintaktik təhlilinə uyğun sıxımı müəyyənləşdirir. Həyatdan ibrət almağı bacaran insan xoşbəxt yaşaya bilər. Altından xətt çəkilmiş sözü çıxartsaq, yaşaya bilər. Kim? İnsan. Daha doğrusu, həyatdan ibrət almağı bacaran nə edər? Yaşayar. Necə, nəzürünə tərzdə xoşbəxt. Kim? Həyatdan ibrət almağı bacaran. Sıxım olur mübtəda, zərflik, xəbər. Əgər ki, bunu çıxmasaydıq, insan sözünü, bu olacaqdı təyin. Həyatdan ibrət almağa bacaran olacaqdı təyin. Ona görə onu çıxandan sonra da bu mübtəda mövqeyində çıxış etdi. Cavabımız olur A bəndi. 20-ci suala baxaq. Üzərində işarə qoymuş durğu işarələrin işlənmə səbəbini müəyyən edin. Avtobus gecikir. Biz isə əslində bu mənzərəyə doyunca baxmaq üçün onun biraz gecikməsini istəyirik. Gördüyümüz kimi bu mürəkkəb cümlədir. Mürəkkəb cümlə olduğu üçün burada vergülün işlənməyi var. Bu olur tabisiz mürəkkəb cümlə. 2. Sonra əslində isə modal sözdür. Modal söz olduğunu hər iki tərəfdən vergül qoyulmalıdır və bu da onunla əlaqədardır. Modal söz, modal söz. 2, 4, 5 cavab olur E bəndi. 21. Hansı cümlənin şəxsə görə növü
digərlərindən fərqlənir. Arxı atılan sonra bərəkallah bu ümumi şəxs cümlədir. Get, hər şeyi gözlərinlə yerində gör, bu müəyyən şəxsi cümlədir. Yüz ölç, bir biç, ümumi şəxsli cümlədir. Yaxşı yiğidin adını eşit, üzünü görmə, ümumi şəxslidir. Əvvəl düşün, sonra danış, təbii ki, bu da ümumi şəxsli cavab olur. B bəndi. 22. Hansı cümlədə vergül işarəsindən ismin xüsusiyyətlərini daşıyan sözün daşıdığı funksiyaya görə istifadə edilməlidir? Yəni, söhbət isimləşmədən gedir. Baxaq. Birincilər, sıraya düzlənin. Birincilər, vergül, sıraya düzlənin. Və burada say ismin xüsusiyyətini daşıyıb, isimləşib. Ona görə biri götürürük. Uşaqlar bugün yazılarla görüşəcək. Uşaqlar bugün yazılarla görüşəcək. Burada vergül qoyulur, amma ismin xüsusiyyətini daşıyıb, bax, söz ilə özü isimdir. Ona görə ikini çıxırıq. İndi əlbəttə Kəlbəcər yaylaqların ən füsunkar çağlardır. Burada da vergüllər var, amma bu modal sözün özünə görədir. Ona görə üçünə çıxırıq. Sən də bizimlə gəl, igid. Sən də bizimlə gəl, igid. Burada igid sifətdir normalda, amma isimləşib, ismin xüsusiyyətini daşıyıb, özündən əvvəldə xitab olduğu üçün vergül qoyulur. Ona görə 4'ü götürürük. 4. Zaldakılar. Birazdan məşq edin. Zaldakı sözü sifətdir, amma yerinə görə isimləşib deyə orada vergül qoyulur. Cavab olur 1, 4, 5 D bəndi. 20-ci suala baxaq. Müqayisə cədvəlindəki hansı fikirlər əslində sual işarəsinin yerinə yazılmalıdır? Sual işarəsi hər ikisi üçün ortaq olan fikirlər olan qrafadır. Baxaq. İnsan nə qədər az düşünür, o qədər çox danışır. Deyiləcəyin söz susmaqdan qiymətlidirsə de. 1. Budaq baş sxemına uyğundur. Baxaq, nə qədər, o qədər. Bilirik ki, əgər mürəkkəb cümlənin tərkibində bağlayıcı vasitə varsa, orada birinci budaq gəlir, daha sonra isə baş gəlir. Yəni, sxem bura uyğundur. Deyəcəyin söz susmaqdan qiymətlidirsə, sasə də varsa, yenə də birinci budaq gəlir, sonra baş gəlir. Ona görə bir ortaq fikirdir, biri götürürük. Əsas nitq sözlə əlaqələndirmə vasitəsidir. Biri aiddir. Niyə? Çünki burada nə qədər var, nə qədər burada bağlayıcı vasitədir. Əlaqələndirib. Amma və əvəzli ifadə olunur. Bu, biri aid olur. Amma ikinci cümlədə isə əsas nitq hissəsi ilə yox, sasə ilə bağlandığı üçün biz bunu qəbul etmirik. 3. Baş cümlənin xəbəri sadə sözlə ifadə olunmuşdur. Baş cümlənin xəbəri o qədər çox danışır sadədir, D sadədir. Bu da düz fikirdir. 3'ü də götürürük. Komponentləri arasında bağlayıcı artırıla bilər. Mənasız olar. Çünki onsuz onlar bir-birinə bağlanırlar artıq. Daha sonra digər bağlayıcıdan niyə istifadə olunsun? Ona görə 4'ü çıxırıq. Komponentlərin xəbərləri eyni şəxsə aiddir. İnsan düşünür, insan danışır. Bu düzdür. Amma ikinci cümlədə isə xəbər ismi xəbərdir. Biri ismi xəbərdir, biri feili xəbərdir. Ona görə ismi xəbər şəxsə aid olmadığı üçün 5'i götürə bilmərik. Cavab olur 1 və 3. Doğru cavabımız olur 1, 3. 24'ə baxaq. Tərkibində tabiilik əlaqəsinə aid nümunə olan cümlələrdir. Yadımızda saxlayaq. Cümlə varsa, orada tabiilik əlaqəsi var. Tabiisizlik əlaqəsi ola da bilir, olmaya da bilir. Amma cümlədə mütləqdir ki, tabiilik əlaqəsi olacaq. Çünki cümlədəki sözlər bir-birinə sintaktik əlaqəyə girirlər. Ta ki, orada sırf, məsələn, xitab və köməkçi nitq hissəsi varsa, xitabla bir xitab, bir əsas nitq hissəsi varsa, burada əlaqə yoxdur. Amma söhbət əgər orada əsas nitq hissələri varsa, cümlədə ikinci dərəcəli üzvlər, mübtəda, xəbər, bunlardan varsa, deməli, orada sintaktik əlaqə var. Bax, nümunələrə onun üzərində izahımızda edək. Tərkibində tabiilik əlaqəsinə aid nümunə olan cümlələrdir. Müharibəni sülh, iradə və ruh yüksəkliyi hesabına qazanmaq olar. Məsələn, çox axtarmayaq. Burada ruh yüksəkliyini gördük, ruh yüksəkliyi. İkinci növ təyin sözləşməsində arasında həm uzlaşma, həm də idarə əlaqəsi olur. Ona görə biri götürürük. Etibar, igidlik, sədaqət gücdür. İgidlikdir, etibar, gücdür, sədaqət. Mübtəda xəbər, uzlaşma. Müharibənin yaxşısı yoxdur. Müharibənin yaxşı. Üçüncü növ təyin sözləşməsi, həm uzlaşma var, həm idarə var.
İnsanı məhv etmək olar, amma ona qalib gəlmək olmaz. Məhv etmək olar kimi insanı. Tamamlıq var. Məsələn, tamamlıq xəbər. Bilirik ki, tamamlıqda hal şəkilsi olur. Hal şəkilsi sözləri də xəbərlərin idarə əlaqəsinə girirlər. Ona görə 4-ü götürdük. Yaşa, yaşa, ey Azərbaycan. Ey Azərbaycan xitabını götürmürük. Yaşa, yaşa. Burada sadalama var. Sadəcə feildən, xəbərdən ibarət deyə bunu götürmürük. Gəldim, gördüm, qalib gəldim. Burada mübtəda yoxdur. Sadəcə xəbər gücünə yaranmış cümlə deyə altında götürmürük. Cavab olur 1, 2, 3, 4. 25-ə baxaq. Klasteri tamamlaya bilən nümunələri müəyyən edin. Tərkibində həm köməkçi nitq hissəsi, həm də köməkçi söz, yəni hissəcik olan cümlələrdir. Baxaq. İstirahət məqsədilə biz də yaylıqlara gedərdik. Burada istirahət məqsədi ilə var. Məqsədi ilə yaylıqlara gedərdik, deyə hissəcikdir. İndi digərlərini tamamlayaq. Bayram münasibəti ilə hamımızı təbrik edərdilər. Bayram münasibəti ilə qoşmadır. Hamımızı təbrik edərdilər. Edərdi. Burada zaman şəkildə deyilsə artıq hissəcikdir. Buna diqqətli olaq. Əgər vaxtında çalışsa, belə olmaz. Vaxtında çalışsa, belə olmaz. Bağlayıcı var, amma hissəcik yoxdur. Yəni bizi görürmüş, yəni bağlayıcı görürmüşlə hissəcikdə götürürük. Bəs gəlsə nə deyəcəklər? Burada köməkçi nitq hissəsi var, amma hissəcik yoxdur. Hərçənd eşitsə də cavab verməyəcək. Hərçənd var, bağlayıcı da, amma hissəcik yoxdur. Yenə oxuyacaqlarmı? Bağlayıcı da var. Oxuyacaqdı mı? Var. Ona görə də cavabımız olur 1, 3, 6. 1, 3, 6 doğru cavab. 26-cı suala baxaq. Çox yemək xəstəliyin, az yemək sağlamlığın atasıdır cümləsi ilə bağlı doğru fikirləri müəyyən edin. Bərpa oluna bilən cümlə üzvü tam şəkildə ixtisar olunub. Bir dənə cümləyə diqqət yetirək. Çox yemək xəstəliyin, az yemək sağlamlığın atasıdır. Çox yemək xəstəliyin atasıdır, az yemək sağlamlığın atasıdır. Burada xəbərdə ixtisar var, amma tam ixtisar olunmub. Niyə? Çünki söz birləşməsidir. Xəstəliyin atasıdır. Əsas tərəf ixtisar olunub, aslı tərəf ixtisar olunmub deyə, yəni tam şəkildə ixtisar olunmub. Bu bir səhvdir. Xəbərin ifadə vasitəsinin əsas tərəfi. Bax, bu düz fikirdir dediyimiz. Əsas tərəf ixtisar olunub. Həm ismi, həm də feili birləşmədən istifadə olunub. Bəli, xəstəliyin atası, sağlamlığın atası, çox yemək, az yemək. Üçü də götürürük. Ancaq baş sözlərdən ibarətdir. Bəli, xəstəliyin atasıdır. Xəbər, nə, çox yemək, bu da mübtəda olur. Cümlədə ixtisar olunan xəbərlik şəkilsidir. Xeyr, xəbərlik şəkilsi deyildi. Xəbərin əsas tərəfi ixtisar olunmuşdur. Ona cavabımız olur 2, 3, 4. 27. Uyğunluğu müəyyən edin. Zərflik ismi xəbərə aiddir, zərflik feili xəbərə aiddir, zərflikdən ümumiyyətlə istifadə olunmayıb. Baxaq. Qorxaq hər gün ölürsə, igid bir dəfə ölər. Hər gün ölürsə, burada zərflik feili xəbərə aiddir. Ona görə 2-yə A-nı götürürük. Ağıllı məsləhətə qulaq asmaq heç vaxt gec deyil. Heç vaxt gec deyil. Bu isə ismi xəbərdir. Gec deyil, nə vaxt, nə zaman, heç vaxt. Deyillə düzəlib ismi xəbər olur. Ona görə 1 gedir B-yə. Üzr istəyirəm, 1-ə B gedir. Satqınlar əsasən özlərini satırlar. Satqınlar əsasən özlərini satırlar. Burada ümumiyyətlə zərflik yoxdur. Zərflik istifadə olunmayıb, 3-ə gedir C. Səhər açılmışdı və mən yuxudan kal oyanmışdım. Burada səhər sözünü görüb üstündə qaçmayaq, çünki səhər isimdir. Açılmışdı nə? Səhər. Və mən yuxudan kal oyanmışdım. Kal oyanmaq da birlikdə gedir. Frazeoloji birləşmə kimidir. Burada zərflik yoxdur. Məqsədə çatmaq üçün batan tikanı gül kimi qoxlaya bilsən, qazanarsan. Nə etsən, qoxlaya bilsən, necə nə tərzdə gül kimi. Cavab olur. Bu da o aid olur feili xəbərə. 2-yə də gedir E. Belə deyək, 1-ə B, 2-yə A və Y, 3-ə isə C və D. Mətnlə bağlı suallara baxaq. Əməlli başlı səhv mətnidir və onunla bağlı 3 sual var. Belə qoyun ki, istəsəniz mətni oxuyub sonra da sualların izahına baxa bilərsiniz. 28-ci sual. Mətnə görə sxemi tamamlayın. Böyük arzular qurmaq əhəmiyyətlidir, əhəmiyyətsizdir.
əhəmiyyətlidir. Niyə əhəmiyyətlidir? Mətni oxuyanda da görəcəksiniz ki, insan buradan, yəni o mətndən də belə bir qənaətə gələcəksiniz və yaxud da öz fikirlərinizi də bura əlavə edə bilərsiniz ki, arzu qurmaqla insan qarşısındakı məhdudiyyəti aradan qaldırmış olur. Özünü indiki durduğu yerdən daha irəlidə görə bilir. Daha geridə yox, daha irəlidə görə bilir. Müəyyən arzularına çatmaq üçün işlər görür. Yəni bu insan üçün əhəmiyyətlidir arzu qurmaq. Bu fikirləri yaza bilərsiniz. 29. Mətndə üzərində rəqəm yazılmış sözləri yerinə görə əvəz edə bilən nümunələr əsasında cədvəli tamamlayın. Birinci nə idi? Təxmin edib. Bir budur. Təxmin etmək. Məsələn, təxmin etməyin yerinə bura uyğun yaza bilərik ki, məsələn, ehtimal edirdi. Güman etmək. Bunları yaza bilərik. Daha sonra ikincisi nə idi? Düçar olmaq. Düçar olmaq mətnə baxaq, cümləyə baxaq daha doğrusu. Tarix boyu limitlərimizi təxmin edib, özümüzə qoyduğumuz sərhədlərə görə uğursuzluğa düçar olmuşuq, uğursuzluğa düşmüşük, uğursuzluğa qərq olmuşuq, uğramışıq. Bunları yaza bilərik. 30. Mətnin birinci abzası əsasında cədvəli tamamlayan fikirləri yazın. Mühakimə və yanlışlığı sübut olunmuş fərziyyə. Burada, məsələn, burada bu var. İnsan su altında yaşamağın, göydə uçmağın, kosmosa çıxmağın mümkün olduğunu düşündü. Bu nə idi? Bu yanlış fərziyyə, sübut olmuş fərziyyə idi. Və nə idi bu? Tərəqqi, elmi tərəqqinin mühakimə, məsələn, bunu yaza bilərik ki, burada elmi tərəqqi nəticəsində. Yəni, burada fikir var ki, elmi tərəqqi inkişaf etdikcə, yəni, elmdir, təxmin eləmir, tərəqqi etməyin tərəfidir. Bax, bu mühakimədir. Təxmin etmək yox, tərəqqi etmək. Məsələn, mühakimənin birini bunu yaza bilərik. Yanlışlığı sübut olan fərziyyə, məsələn, bayaq dediyim biri yaza bilərik. İnsan su altında yaşamağın, göydə uçmağın, kosmosa çıxmağın mümkün olduğunu, olmadığını düşünməkdə bu bir fərziyyə idi. Bunu yaza bilərik. Bir də, məsələn, fərziyyə yaza bilərik ki, yerin burada vardı. Yerin müstəvi şəkildə olması. Bu bir inanc idi və neçə gəmi deyir, dənizə çıxmadı. Bax, bunu da bir fərziyyə kimi qiymətləndirə bilərik. Bunları da bura yaza bilərik. Belə. Bu sınavımız da bitdi. Yerdə qalır, artıq bu 12-ci sınaq idi, yerdə qalır 8 sınaq. Onlar da çox qısa bir zaman ərzində kanala yerləşdirilmiş olacaq. Hər birinizə uğurlar arzu edirəm.